Olsun əziz şairlər, bugün Dahi Akademinin 3-cü siniflər üçün olan riyaziyyat vəsaitindən mövzu 1-in içərisində olan sualların izahına baxacağıq. Birinci sualda bizə deyir, 569 ədədinin neçə təkliyi var? Uşaqlar, bir qayda deyəcəm, onu bir yerə qeyd edin. Hətta saxlamaq lazımdır ki, hər bir ədədin özü qədər təkliyi olur. Bu qeydi götürün özünüz üçün və bu 3 sualın cavabı artıq hazırdır. Hər bir ədədin özü qədər təkliyi olduğu üçün birinci sualda cavabımız elə 569-dur. İkinci sualda cavabımız elə 432-dir. Çünki soruşur ki, 432 ədədinin neçə təkliyi var? Cavab elə 432-dir. Üçüncü sualda bizə deyir, 189 ədədinin neçə təkliyi var? Cavab elə 189-un özüdür. İkinci qayda qeyd edirəm. Siz də bir yerə qeyd edin. Qayda dəftərinizə qeyd edin. Məsələn, sualda bizə deyir, 4-cü sualda deyir ki, 848 ədədində neçə onluq var? Neçə onluq var dediyi zaman yadda saxlayın. Onun arxasında neçə sıfır olur uşaqlar? Bir sıfır olur. Bu zaman verilən ədədin sonundan bir rəqəm silirik. Deyirik ki, bu ədədin 84 onluğu var. Bir daha deyirəm. Ədədin neçə onluğu var deyən zaman ədədin neçə onluğu var deyən zaman sondan bir rəqəm silirik. Niyə? Çünki onun arxasında bir sıfır olur. Onluğu soruşur, neçə onluğu var deyir. Yadda saxlayırıq, onun arxasında bir sıfır olduğu üçün gəlib rəqəmin sonundan bir rəqəm silirik. Bir sıfır var. Ya da bunu sözlə yazım. Bir sıfır var. Eyni qaydada, demək, bu sualın cavabı o zaman nə oldu? Bu ədədin 84 onluğu var. 9-cu sualda deyir, yenə neçə onluq var? 5-i silirəm. Qalır 90 onluğu var. Artıq 6-cı sualda bizə deyir, 756 ədədində neçə yüzlük var? Neçə yüzlük var deyən zaman eyni qaydada yadda saxlamalısınız. 100-ün arxasında neçə sıfır olur uşaqlar? 2 sıfır olur. O zaman sizcə nə edərik? Sondan 2 rəqəm silərik. Çünki 100-ün arxasında 2 sıfır var. Məsələn, 900 neçə idi? 6-cı sual demək. 756 ədədində sondan 2 rəqəmi silsəm qalır nə? 7 demək. Bu ədədin 7 yüzlüyü var. 7-ci sualda da 876 ədədindedir, neçə yüzlüyü var? Sondan 2 rəqəm sildim, qaldı 8. İndi isə gəlirik 8-ci suala. Sualda bizə deyir, 963 ədədində onluq mərtəbəsində duran rəqəmin yarısının 5 misli neçədir? Sualı mərhələ-mərhələ yerinə yetirmək lazımdır. Birinci mərhələdə deyir ki, 963 ədədində onluq mərtəbəsində duran rəqəmin yarısının. Əvvəlcə biz 963 ədədini yazaq. Bir başa salım sizə, sağdan sola doğru mərtəbələr necə adlanır? Baxın, bu 3 təklik mərtəbəsində yerləşir. 6 onluq mərtəbəsində yerləşir. 9 isə yüzlük mərtəbəsində yerləşir.
Yəni 3 rəqəmli ədədlərdə sağdan sola doğru mərtəbələrin adı belə gedir. Təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi və yüzlüklər mərtəbəsi. Demək, bizdən istəyir axı sualda onluq mərtəbəsində duran rəqəmi. O zaman onluq mərtəbəsində duran rəqəm hansı olacaq? 6. Bu rəqəmin yarısını, bir şeyin yarısı deyəndə nə edərik uşaqlar? 2-yə bölərik. Yarısının, tapdıq ki, yarısı 3 elədir. 5 misli. 3-ün 5 misli o deməkdir ki, misli sözü gəlibsə vurma deməkdir bu. 3-ü vuraram 5-ə, eləyir 15. 8-ci sualda oldu cavab nə? 15. 9-cu sualda deyir, 875 ədədində yüzlük mərtəbəsində duran rəqəmin yarısının 3 qatı neçədir? 875-i qeyd elədim. Yüzlük mərtəbəsi hara düşür? Baxın bura. Yüzlük mərtəbəsində duran rəqəm 8-dir. İndi bu 8-in yarısının 3 qatı. Əvvəlcə bölürəm 2-yə, sonra vururam 3-ə. 8-i 2-yə bölürəm, eləyir 4. 4-ü 3-ə vururam, eləyir 12. Demək, 3 qatı, 3 misli. Bunlar nə deməkdir? Vurma əməli deməkdir. Yəni, vur 3-ə, vur 5-ə, məsəl üçün. 10-cu sualda bizə deyir, 974 ədədində təklik mərtəbəsində duran rəqəmin 3 mislinin yarısı neçədir? 974 ədədində təklik mərtəbəsində duran rəqəm neçədir uşaqlar? 5. 974 daha doğrusu yazmalıydım. Təklik mərtəbəsində duran rəqəm neçədir? 4-dür. Bu deyir rəqəmin, həmin bu 3-ün 3 mislinin, misli nə demək oldu? Vurma əməli demək oldu. 3 mislinin yarısı. Əvvəl vururam 3-ə, sonra bölürəm 2-yə. 4-ü 3-ə vuranda 12, 12-ni də 2-yə böləndə düşür 6. Sonra 11-ci sualda bizə deyir, 398 ədədində yüzlük mərtəbəsinin neçə vahidi var? Yazaq bir ədədi. Bax, sual belə veriləndə yüzlük mərtəbəsinin neçə vahidi var şəklində veriləndə adı çəkilən mərtəbəyə gedirəm. Hansı mərtəbədir yüzlük mərtəbəsi? Baxın, bu 3-ün yerləşdiyi mərtəbədir yüzlük mərtəbəsi. Və neçə vahidi var dediyi üçün yüzlük mərtəbəsində gördüyüm rəqəmi cavab olaraq götürürəm. Demək, cavabı bir də təkrarlayıram. Yüzlük mərtəbəsinin neçə vahidi var deyən zaman gedirəm yüzlük mərtəbəsinə. Orada duran rəqəm nədirsə, cavabım demək ki, odur. Yüzlük mərtəbəsinin 3 vahidi var. 12-ci sualda bizə deyir, 205 ədədində onluq mərtəbəsinin neçə vahidi var? Yenə gedirəm. Onluq mərtəbəsində duran, onluq mərtəbəsinə gedirəm. Baxın, onluq mərtəbəsi 0-ın yerləşdiyi yerdir. Və burada gördüyüm rəqəm nədir? 0. Onluq mərtəbəsinin neçə vahidi var dediyi üçün elə cavab 0 olur. Yəni, gözümlə gördüyüm nədirsə həmin mərtəbədə duran rəqəm nədirsə, o mənim cavabımdır. Onluq mərtəbəsinin neçə vahidi var? Elə 0. 0 görürəm, demək 0-dır cavabım. 13-cü sualda bizə deyir, 374 ədədində təklik mərtəbəsinin neçə vahidi var? İndi də təklik mərtəbəsində duran rəqəmi cavab seçəcəm. Təklik mərtəbəsinin neçə vahidi var? 4 vahidi var. 14-cü sualda bizə deyir, 412 ədədində yüzlük mərtəbəsinin mərtəbə vahidi neçədir? Aha, burada artıq uşaqlar sual bu şəkildə veriləndə yüzlük mərtəbəsinin mərtəbə vahidi neçədir? Və yaxud təklik mərtəbəsinin mərtəbə vahidi neçədir? Onluq mərtəbəsinin mərtəbə vahidi neçədir? Bu suallarda bizim üçün verilən ədədlərin heç bir önəmi yoxdur. Biz bunu əzbərdən bilməliyik. İstəyir burada hansı ədəd olur olsun, heç nə dəyişməz. Yüzlük mərtəbəsinin mərtəbə vahidi həmişə 100-dür. Təklik mərtəbəsinin mərtəbə vahidi həmişə 1-dir. Onluq mərtəbəsinin mərtəbə vahidi 10-dur. Yəni, bu ədədi elə belə veriblər ki, siz çaşasınız. Necə çaşasınız? Bax, 11-ci, 12-ci, 13-cü suallarla qarışıq salır çox vaxt uşaqlar bu sualları. Yəni, bunlar bir-birinə oxşuyur, amma diqqətlə baxsaz görərsiniz ki, sual nə cür verilib. Məsələn, baxın,
11-ci sualda deyirdi ki, 103 mərtəbəsinin neçə vahidi var? 103 mərtəbəsinin sözündən sonra neçə sözü gəlib? Sonra vahidi söz gəlib. Mərtəbə ilə vahid sözünün arasında neçə sual əvəzliyi girib. Amma 14-cü sualda sual biraz fərqlidir. Burada yüzlük mərtəbəsinin mərtəbə vahidi və neçədir sözü ən sonunda gəlib. Birinci şəkildə veriləndə sual yüzlük mərtəbəsinin neçə vahidi var? Yəni mərtəbə sözü ilə vahid sözü arasına isə girəndə biz gedirik, həmin mərtəbədə duran rəqəmi götürürük cavab olaraq. Amma bax, eynən bu qaydada standart bax bu şəkildə veriləndə sual biz yadda saxlamalıyıq ki, ədədə baxmayacam mən. Yüzlük mərtəbəsinin mərtəbə vahidi. Bax, bu ard-arda bu sözlərin dördü də bir-birinin ardınca gəlibsə əgər, yüzlük mərtəbəsinin mərtəbə vahidi. Bu sözlər dalbadal gəlibsə əgər, bu şəkildə elə. Cavab həmişə elə 100-dür. Baxın, o biri sualda onun kimidir. Təklik mərtəbəsinin mərtəbə vahidi. 4 dənə söz, təklik sözü, mərtəbəsinin mərtəbə vahidi. Bir-birinin arxasında bu şəkildə gələndə cavab həmişə olacaq 1. Digər sualda onluq mərtəbəsinin mərtəbə vahidi neçədir? Bu 4 dənə söz bir-birinin arxasında bu şəkildə düzüləndə cavab olacaq 10. Fikir verin, neçədir sual sözü ən sonda gəldi. Biz ona baxmadıq heç. Daha sonra keçdik deməli 17-ci suala. Deyir ki, 798 ədədində yüzlük mərtəbəsinin mərtəbə qiyməti neçədir? Yazıram 798. Bu səfər bizdən mərtəbə qiymətini soruşur. Mərtəbə qiyməti bilirsiniz necə tapılır uşaqlar? Bax, özdə adı çəkilir yüzlük mərtəbəsinin. Gedirəm əvvəlcə yüzlük mərtəbəsinə, yüzlük mərtəbəsinin mərtəbə qiymətini soruşuraq. Bax, yüzlük mərtəbəsi buradadır, düzdür. Orada nə durub? 7 durub. Həmin orada duran rəqəmi, yüzlük mərtəbəsində duran rəqəmi vurmalıyam yüzlük mərtəbəsinin mərtəbə vahidinə. Mən də sizə onu başa saldım əvvəlki sualda. Baxın, burada mən sizə başa saldım. Yüzlük mərtəbəsinin mərtəbə vahidi neçədir soruşsam sizdən nə deməlisiniz? 100. Demək, bu sualda da mərtəbə qiymətini tapanda da həmin o mərtəbədə duran rəqəm vurulur həmin o mərtəbənin mərtəbə vahidinə. Yəni 100-ə. Mərtəbə qiymətini soruşanda gedirəm, adı çəkilən mərtəbə hansı mərtəbədir? Bizdə sualda yüzlük mərtəbəsi deyir, düzdürmü? Gedirəm yüzlük mərtəbəsində duran rəqəmi götürürəm, vururam elə 100-ə. Yüzlüyün adı çəkildi axı. 100-ə vururam. Məsələn, desəydi ki, əgər onluq mərtəbəsinin mərtəbə qiyməti neçədir, onda gedərdim onluq mərtəbəsində duran rəqəmi götürərdim. Nəyə vurardım sizcə bu səfər? Onluqda durubdu, yəni 10-a vurardım. Olacaqdı cavab təbii ki, nə? 9-u 10-a vuranda 90 eləyir. Təklik mərtəbəsinin mərtəbə qiymətini soruşsaydı nə edərdim? Təklik mərtəbəsində duran rəqəmi götürərdim, yəni 8-i. Vurardım nəyə? Təklik mərtəbəsinin mərtəbə vahidi nədir? 1-dir. 1-ə vuranda elə 8 qalacaqdı elə. Yəni bir şey dəyişməyəcəkdir. Bu bir yoldur uşaqlar. Bu yol, yəni üsullardan biri budur. Başqa üsul nədir? Bəs. Bax, suala baxıram bir daha. Məndən sualda nə soruşulur? Mərtəbə qiyməti. Mərtəbə qiyməti, mərtəbə qiyməti, mərtəbə qiyməti. İndi həll edim, tutaq ki 18-ci sualı, bayaqkini artıq o bir üsulla izah elədim. Onu elə yadda saxlayın. Məsələn 18-ci sualı artıq başqa fərqli üsulla izah edəcəm. Sual eynidir ya, yəni o birisi sualı da bu şəkildə həll edə bilərsiniz. Baxın, deyir 688 ədədində onluq mərtəbəsinin mərtəbə qiyməti neçədir? Və yenə də eyni qaydada hansı mərtəbənin adı çəkildi? Onluq mərtəbəsinin adı çəkildi də, düzdür. Gəlirəm onluq mərtəbəsini, altına xətt çəkə bilərsiniz, belə işarə eləyə bilərsiniz, fərq eləməz ki, mən necə rahatdır. Mərtəbə qiymətini soruşduğu üçün, bax, mən burada nə görürəm? 8 görürəm, düzdür. 8-i yuxarı qaldırıram. 8-i üstünə elə gəlib özünü yazıram. Arxasında olan rəqəmlərin sayı qədər, bax bunun arxasında, sağında da belə deyim, sağında duran rəqəmlərin sayı qədər, həmin bu 8-in yanına sıfırlar qoşuram. Mərtəbə qiyməti onda neçə oldu? 80. Bax, onluq mərtəbəsi. Mərtəbə qiyməti nə oldu? Yuxarıda bax yazdım. 80. İndi o birisi sualda bu qaydada həll edə bilərik. Məsələn, deyir ki, 464 ədədində təklik mərtəbəsinin mərtəbə qiyməti neçədir? Bax, 464 ədədini yazdım. Təklik mərtəbəsinin altına xətt qoydum. 4-dür də, 4 görəm. Yuxarısından qalxıram, yenə 4-ün özünü yazıram. Baxın, bu sağında heç nə yoxdur axı. Bax, sağında başqa rəqəm yoxdur. Bu 4-ün arxasına 0 artıra bilməyəcəm. Məsələn, desəydi ki,
100-lük mərtəbəsinin mərtəbə qiyməti neçədir? Bax 100-lük mərtəbəsinin altına xətt çəkərdim. Gəlib yuxarısından elə özünü yazardım. Mərtəbə qiyməti dediyi üçün nə edirəm? Arxasında neçə dənə rəqəm var bax bu 4-ün? 2 dənə. Onda gəlirəm bu 4-ün yanına 2 dənə 0 qoşuram. Olur 400. İndi varam aydındır. İndi mən sualların cavabını bir-bir üstündə yazım. Deməli bizdə 17-ci sualda cavab oldu 100-lük mərtəbəsinin mərtəbə qiyməti oldu 700. 7-ni yuxarı qaldırdım. Baxın. Yanındakı ədədlərin sayı qədər, rəqəmlərin sayı qədər sıfırları düzdüm. O birisi sualda 18-də oldu. 10-luq mərtəbəsi mərtəbə qiyməti dediyi üçün 8-i qaldırdım yuxarı. Yanındakı rəqəmin sayı qədər 0 qoydum. Digərində də 4-ü qaldırdım yuxarı. Yanında heç bir rəqəm olmadığı üçün 0 artırmadım. Daha sonra 20-ci sualda bizə deyir deməli 534 ədədində 5 rəqəminin mərtəbə qiyməti neçədir? Eyni qaydada mərtəbə qiyməti soruşulanda nə edirəm? Bax 5 rəqəmini yazıram. 5 deyir. Elə 5-in üstünə 5 yazdım. Arxasında olan rəqəmlərin sayı qədər 0 artırdım. Oldu 500 mərtəbə qiyməti. 21-ci sualda 4 rəqəminin mərtəbə qiymətini soruşur 423 ədədində. 4 rəqəmi hardadır? Baxın görürsünüz buradadır. Yuxarısında elə yenə 4 yazıram. Arxasında olan rəqəmlərin sayı qədər 0 qoyuram. Oldu 400. Daha sonra biraz yaxınlaşdırım bu şəkli. Deməli 22-ci sualda deyir ki 742 ədədində 7 rəqəminin mərtəbə qiyməti neçədir? Baxın 7-nin üstünə gəlib elə 7 yazıram. Mərtəbə qiyməti dediyi üçün arxasında olan rəqəmlərin sayı qədər 0 qoyuram. Baxın 7-nin arxasında hansı rəqəmlər var ki? 4 və 2 var da, düzdür? Yəni 2 dənə rəqəm vardı, onda belə çıxır ki 7-nin yanına da 2 dənə 0 qoydum. 539 ədədində 5 rəqəminin mərtəbə qiymətini soruşduğu üçün 5-in üstünə yenə də gəlirəm 5 yazıram. Arxasında olan rəqəmləri baxın sıfırlaşdıracağım. Yəni bu sıfırları gəlib bura qoyanda olur 500. Cavab yəni 500-dür. 821 ədədində 8 rəqəminin mərtəbə qiyməti deyir. 8-in üstünə yenə də 8 yazıram. Yanında olan rəqəmlərin sayı qədər 0 qoşdum. 25-ci sualda deyir ki 555 ədədinin onluqlar mərtəbəsindəki 5 rəqəminin mərtəbə qiyməti neçədir? Və burada уже fikir verin, ədəd 3 rəqəmlidir. 3 rəqəmi də 5-dir. Sadəcə uşaqlar siz çaşdırmayasınız deyə burada mərtəbənin adını çəkib. Deyir onluqlar mərtəbəsindəki 5 rəqəminin mərtəbə qiyməti. Sən də gəlirsən onluqlar mərtəbəsində duran 5-in üstünə elə 5-in özünü yazırsan. Arxasında olan rəqəmlərin sayı qədər 0 yazsan nə olur? 50 olur. 25-ci sualda da cavabımız 50-dir. Bugünlük bu qədər. Ümidvaram hər kəs üçün faydalı oldu. Əgər videoların davamlı olmağını istəyirsinizsə, videonu bəyənin, kommentlərdə rəy yazın. Eyni zamanda yaxınlarınızla, liseyə hazırlaşan sinif yoldaşlarınızla, yaxınlarınızla paylaşın ki, videolarımız davamlı olsun. Bugünlük bu qədər. Hələlik.